Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavimlər. Uzun bir aradan sonra yenə də YouTube videomuzla qarşınızdayıq. Bugünkü YouTube izah videomuzun mövzusu Şəki xanlığı olacaq. Biz əvvəlki YouTube izah videolarımızda artıq Nadir Şah Əfşar imperiyasından danışmışdıq və Nadir Şahın ölümündən də danışmışdıq. Nadir Şah qeyd etdiyimiz kimi 1747-ci ildə sui-qəsd nəticəsində öldürüldü və bundan sonra Azərbaycan tarixinin ikinci feodal dağınıqlıq dövrü, yəni xanlıqlar dövrü başladı. Hansı ki biz elə Nadir Şah Əfşar imperiyasından danışarkən, yəni kitabda siz Hacı Çələbi üsyanı ilə də rastlaşmışdınız və bilirik ki, Hacı Çələbi 1743-cü ildə Şəkini müstəqil xanlıq elan eləmişdi və onu Nadirdən ayrıca idarə edirdi. Lakin xanlığın müstəqili çox çəkməmiş və xanlıq daha sonradan Nadir Şaha tabe olmuşdu. Ta ki Nadir Şah ölənə qədər xanlıq Nadir Şaha tabe formada idarə edilmişdi. Qeyd etdiyimiz kimi xanlığımızın banisi Hacı Çələbi olmuşdu və bu xanlıq Azərbaycan tarixinin ilk müstəqil xanlığıdır. Nadir Şah 1747-ci ildə öldükdən sonra Şəki xanlığı yenidən müstəqil olacaq və Hacı Çələbi Azərbaycanı birləşdirmə siyasəti həyata keçirəcək. Ümumiyyətcə bu birləşdirmə siyasətini yaxşı yadınızda saxlayın. Çünki oxşarlıq kimi düşə bilər. Qeyd etdiyimiz kimi Hacı Çələbi Azərbaycanı birləşdirmək siyasəti yeridib və bunun uğrunda mübarizəyə başlayıb. Onun mübarizəsi xüsusən cənub bölgələrindən başlayıb. 1747-ci ildə Qəbələni, Ərəşi, Qutqaşeni tabe eləyərək Təbrizə doğru irəliləyib. Onun daha sonraki hücum hədəfi Qarabağ xanlığı olur. Qarabağ xanlığı və Hacı Çələbi arasında 1748-ci ildə Bayat savaşı olur. Bayat savaşında bir tərəfdə Şəki xanı Hacı Çələbidir. Digər tərəfdə isə Qarabağ xanı Pənahəlidir. Bayat savaşı nəticəsində Pənahəli qalib gəlir və Hacı Çələbi məğlub olur. Lakin Hacı Çələbi belə desək ki, özünü o yerə qoymur və deyir ki, biz gələnə qədər Pənahəli xan tanınmırdı, biz gəldikdən sonra onu tanıtdıq. Bundan sonra o 2-ci İraklinin oğlu Teymuraza, 2-ci İrakli və oğlu Teymuraza qarşı mübarizə apararaq onları Azərbaycandan dəf edir. Lakin Hacı Çələbinin bu birləşdirmə siyasəti, ölkədəki digər xanlıqlarla əlaqələrinin və s. olması Gürcü Çar 2-ci İraklinin belə desək ki, narahatlığına səbəb olurdu. Ona görə də Gürcü Çar 2-ci İrakli üzr istəyirəm, Hacı Çələbiyə qarşı bir tələ quracaq. İndi isə lövhəmizi təmizləyək və xanlıqların can suallarından biri olan Qızılqaya xəyanətinə keçək. İsə danışırıq 2-ci İraklinin Hacı Çələbiyə qurduğu tələdən. 1752-ci ildə 2-ci İrakli bəzi Azərbaycan xanlıqlarını da yanına alaraq Hacı Çələbiyə qarşı Qızılqaya xəyanətini təşkil edir. Qızılqaya xəyanəti. Qızılqaya xəyanətində iştirak edən xanlıqların baş hərflərini İ, N, G, Q kimi yadda saxlaya bilərik. Hansı ki, bura İrəvan, Naxçıvan, Gəncə, Qarabağ və Qarabağ xanlıqları aiddir. Yəni baş hərflərimiz İ, N, G, Q. Yəni bu formada yadımızda saxlaya bilərik. Qızılqaya xəyanətində bu xanlıqlarımız 2-ci İraklinin müttəfiqi olublar. 2-ci İrakli Qızılqaya xəyanətində Hacı Çələbiyə qarşı belə desə bir tələ qurmuşdu. Lakin Hacı Çələbi gəlib bu xanlıqları İraklinin əsirliyinə xilas eləmişdi. Və bundan sonra Hacı Çələbiyə müəyyən əraziləri bu xanlıqlar belə hədiyyə kimi bəxş etmişdilər. Bundan sonra Hacı Çələbi 1755-ci ildə öz istiqamətini 1700 deyib, 1500 yazıram, Şirvan istiqamətində götürəcək. Lakin bu zaman Şamaxı xanının kömək alması onun bu planını, yəni Şirvana yürüyüşünü uğursuz nəticələndirəcək. Ümumiyyətcə, Hacı Çələbi birləşdirmə siyasətini başa çatdıra bilməyəcək və 1755-ci ildə də öləcək. Onun birləşdirmə siyasətini həyata keçirə bilməməsinin ən böyük səbəblərindən biri xanlıqlar arasında birliyin olmaması və xanlıqların başqa xarici dövlətlərlə olan yaxınlıqları olacaq. Hacı Çələbidən sonra hakimiyyətə onun oğlu Ağa kişi gələcək. Ağa kişinin dövrü də o qədər bir yadda qalan bir dövr deyil. Tez bir zamanda da hakimiyyətdən gedəcək. Ağa kişidən sonra hakimiyyətə Hüseyin xan gələcək. Hüseyin xanın dövründə o Quba xanlığı ilə müttəfiq olacaq və 1767-ci ildə Şamaxı xanlığı üzərinə
hücum eləyəcəklər Quba ilə müttəfiq olaraq. Quba ilə müttəfiq olub Şamaxının üzərinə hücum eləyəcək və Şamaxı iki xanlıq arasında bölünəcək. Lakin bir müddətdən sonra bununla barışmayan Qubalı Fətəli Şamaxı ərazisini Hüseyn əlindən alacaq və Şamaxın özü tək başına idarələməyə başlayacaq. Hüseyn xandan sonra hakimiyyətə Məhəmməd Həsən xan gələcək. Məhəmməd Həsən qanunnamə tərtib edir. Onun qanunnaməsi feodal qaydaları nizama salmaq və vergi mükəlləfiyyətləri belə desək ki, idarə etməkdən ibarət idi. Daha sonra Məhəmməd Həsən xan Osmanlıya da məktublar göndərmiş və 2-ci Irakliyə qarşı Osmanlıdan əlavə olaraq kömək istəmişdi. O 1785-ci ildə Quba xanlığından asılılığı qəbul etmişdi. 1785-ci ildə Qubadan. Lakin 1789-cu ildə Qubalı Fətəli xan öldükdən sonra Şəki xanlığı yenidən öz müstəqilliyinə qovuşmuşdu. 1789-cu ildən etibarən. Bundan sonra Məhəmməd Həsən xandan sonra hakimiyyətə Səlim xan gələcək. Səlim xanın dövründə nələr baş verəcək? Səlim xanın dövründə 1797-ci ildə xanlığımız Ağa Məhəmməd Şah Qacarə tabe olacaq. Qacarlara tabe olacaq. Daha sonra isə 1805-ci ildə Kürəkçay müqaviləsi ilə xanlığımız Rusiyanın təbəəçiliyini qəbul edəcək və rəsmi şəkildə onların asılı vəziyyətə düşəcək. Bu bizim olduğu Şəki xanlığımız.